FM'dəsiz. Mövzumuz yeyib içməkdir. Elvar Usta qonağımız olacaq, ona suallarınızı yazın göndərin demişdim. Hal-hazırda telefon xəttindədir. Salam Elvar Usta. Salam aleyküm qardaş. Necəsiniz, nətərsiniz, nə var, nə yox? Çox sağ olun Elvar Usta. Deməli Elvar Usta, Vaqif adlı dinləyicimiz yazır. Məndə yarım litrdən sonra getmir. Sizcə bu nədən olar? 67 yaşım var. Ümumiyyətlə 60 yaşdan yuxarı çox adamlarda bu problemlər baş verir. Ona görə də qardaş, mən sənə bir söz deyim. 70 litrdən bir arağı dəyişmək lazımdır. Gördün bu getmir, başqasına keç. Öz arağımı tapana kimi axtarışda olmalısan. Bir də vaxtında bövrəklərimi göstər. Rasim adlı dinləyicimiz yazır. Nə yazır? Normal çubuş səncə neçə olmalıdır? Normal çubuş məncə olmalıdır 4.50-4.80 arası. Rafiq adlı izləyici yazır ki, Farmakon arağı almaq istəyirəm. Nə məsləhət görürsünüz? Nə arağı? Farmakon. İçmə qardaş, yazdıqsan. Canıma yazdığın gəlsin. Bir köpüklü araq deyil o. Çox sağ ol Elvar Usta. Suallar olduqca sizə qoşulacağıq. Gözləyirəm. Sağ ol. Elvar, Akbay verdim. eşidirsən? Radyo qoşulmuşdum, Doğrudan. Canım üçün. Nə yaxşı. Məsləhətlərimi verirəm. Əla, qulaq as. Mənim tanışım bax xaricdə yaşayır. Hə. Mən də ora köçmək istəyirəm. Evi satıram. Mən köməklə elə də evi satım. Satım sən oradan yaxşı pul verəcəm. Dəqiq. Hə. Qonaqlıq zad öz yerində. Hamısı. Sataqda ev hardadır? Bax burada idman zalı var ha. Hə. Oradan düz gəlsən, sağa dönsən orada həyət. Ha, idman zadı mənə təntidmə də. Mən yiyib sən oğlaram. Mən restoran deyirəm, kafe deyirəm. Mən belə bilməyəcəm axarın. Hansı restoranın yanındayım? Zahar kafesi var Oradan güzəlin solunda. Ha, orada oturmuşam da orada. Ay sağ ol. Ha, Zahar kafesi. Hə. Ha, gedək. Gedək. Gedək, mənim gözüm üstə. Sağ ol. Mən radyo qoşulacaqdım, intihası. Sonra qoşularsan da. Əli ver. Təcili getməliyəm. Bunlar nə varım mən? Heç də bunu götürüb patronu da mənə. Hə. Bir çitdiyim onu. Gəl, hə. Yolda gedə. Bu radyom. Bu da telefon. Gəl. Gəl qardaşım, gəl bəri. Bax, evi gördün. Bu da bunun həyəti. Qəşəng bax, istəsən, həyətində də yeyib içməyə qəşəng yeri var. Yuxarıda da qəşəng yeyib içmək üçün atdelin yeri var. Özün də vuransan da deyəsən. Elə də, hə. Özə buranın bir dənə üstünlüyü nədir mənim qardaşım? Burada qapının ağzından avtobus keçmir. Avtobus qapının ağzından keçmir. Düz başa düşdün. Bilirsən növ keçmir. İndi bax, vuran adamsan da, yedin üstün, axşam gəldin piyan, qapının ağzına gələndə avtobus sənə vurdu. Hə də, nəyə lazımdır? Keçməmək yaxşıdır. Və yaxud da axşam həyətdə belə fırlansan, qapını açdın, avtobus keçdi üstündə. Yox, elə olmamağa yaxşıdır, olmamağa. Olmamağa yaxşıdır, aysa. Özdə bu həyətin üstünlüyü bilsən nədir? Mən dedi səni vuranam. Bura bir dənə stol qoyursan. Ay can, ayda. Süfrəni bəzəyirsən. Özə nə? Nə? Ruski süfrəsi asırsan, hə? Ruski stol. Ölürəm də bu ruski stol üçün. Özə nə? Balıq, kapsonlu, nə bilim orada xiyarı, turşu, hər bir şey, baş soğanı. Kapsiyonu balıq mənim canım ciyərimdir. Ölürüm. Əla söhbəti. Mənə bax, sən bu ruski stolu elə təriflədin ki, mənim də ürəyim istədi. Belə bunu deyib keçmək olmaz, bəlkə yüngül varı oturağın. Sən də day. Bax, ağac da var burada. Biz makleriyə xəstəsən, makleriyə içmək nədir? Nə olsun sən də? Bu nə var? Yox, elə şeylər. Yox, narahatdır ki, deyir makleri. Nə olsun? Makleri vura bilməz bə. Biz də vura satırıq. Də, makler olanda nə olur? Vurmaq olmur ki. Burada nə pis nə var ki? Elə danışdınız ki, lap belə vurmaq həvəsim gəldi. Neçə gündür bu ev axtarmaqdan vaxtım olmur vurmağa. Bu yaxınlarda marketdən zətdən nə var? Demirəm, evin yanında hər yer marketdir. Özə burada bir dənə dükan var, o nisiyə verir. Gedək onunla alaq oturaq. Əla. Gedək də, nə gözlür ya? Gedək. Doğran sən, Gedək. sən can. Onda belə, litr yarım. Bir adam elə ki, bir də yarım. Olsun. O mənim adamımsan. Ay can, litr yarıma var. Litr yarım. Gəl. Gedək. Hesab geldi, kaçtı gitti dostlar. Ben de gittim, mat kaldı uşaklar. Hesap geldi, tam eyledi içimiz. Kafelerin zibli çıkıp temiz yar. Kafelerin zayıf çıkıp temiz yar. Sağ ol. Öpürəm. Bu qardaş çox səmimi qardaş. Vurmağı da yaxşıdır. Mən endirim edirəm bunu. Nə qədər? 2000 keçirəm sənin üçün. 2000 keçsən qardaşım. Qoy mən də jet deyim də. Bayaqdan ikinci litrdə vururuq. Qardaşım, sən belə sifətində belə qəşəng belə nur var. 2000 o nura görə keçirəm. Hə. Doğrudan. 1000 də mən keçirəm. Hələ belə ürəyim istədi. Doğrudan deyirsən. Bir dənə də 1000 keçirəm. Mən 3000 manatda bu qardaş deyəsən nə bürcəydin? Mən balıq.
Mənim atam da balıq bürcəydi. Ha, ona görə də atamın bürcü olduğu üçün 3000 də belə keçir. Doğru, Ha. balıq bürcüsü. Balıq da, ha. Mənim bibim də balıq bürcüsü. 3000 də belə keçirəm. Siz nə yaxşı qardaşlarsınız ha. Ev də xoşuma gəldi, siz də. Mənə onu deyin görüm. Bu endirimlərlə bir yerdə bu evin qiyməti nə qədər oldu? Bax bu ev son qiyməti 165 mindir. Ha, sən verərsən 120. Hadi 120. Əla. Gəl belə. Mən sizə 1000 dollar beh vereyim. Ha, bəli, lazımdır. Ha ver beh vacibdir. Sən də rahat ol, biz də rahat olaq. Qalanı da sabah verərəm. Nə deyirsiniz? Sabah. Ayıb yox. Ne bu? Əla. Siz nə yaxşı qardaşlarsınız ha. Ha, Say. düzdür. Karış ne ediyorsunuz burada? Şey, Əziz qarşadım. Yox. Qarşadım yox. qardaş. Əziz qurtka. Qardaş. Qurtqaşın, Qardaş. qardaşım. Ne ediyorsun? Hani dedim, bir sakon diyeyim ya. Hadi görüm ne ediyorsun? Arkadaş, xırda yəbləquş eləyirik. Evə müştəri çıxdı. Elə ki, 120-nə satdıq qardaşa. Hani senin başın xarabdır. Ben sana 120 bin demişəm. Ben sana 170 bin demişəm ha kişi. Ben sana dedim 170 binden 3000 5000 indirim elə. 120 bin ne da kişi? Ki dayan görüm Evin behini mən vermişəm Və mən pulumu kim verəcək? Sən bunu qoy. bir də- Aç mən pulumu kim verəcək? Ay qardaş, Nədir bu? Nədir ki, Yox, nədir sən Bu qardaşım? qardaş, bu şəxsi məsələdir də. İndi sən o həyat məsələlərinə girişmə. Hep şu mən pulumu vergən. Ne hayatı sen? Hayatına da ha. Ben pulumu verəcək. Bir dakika ya. Durun basın bayrağı. Aç şu mən pulumu kim verəcək? Durun basın bayrağı. Aç pulumu. Adamın basın bayrağı burada. Aç hemen pulumu. Ha pulumu